Deməli, mən buradan möhtərəm prezidentimizə müraciət edirəm, DTX-yə müraciət edirəm, hüquq mühafizə orqanlarına, hansı ki, bu işlə məsul olacaq insanlara müraciət edirəm. Mən Quliyeva Gülnarə Vahid qızı, Bakı şəhəri, Nəsim rayonu Bülbül 92 ünvanda yaşayıram. 3 uşağım var, 3 dənə tərbiyəli uşağım var. Deməli, qonşuluğumda 2000-ci ildən həmin ünvanda yaşayıram. Qonşuluğumda müstəntiq bir xanım var, Umara Nağızadə. Bu qadın 2002-2003-cü illər bu seçki dövrünün qızğın vaxtında, indi bunu mən nə üçün açıram? Dövlətə xəyanətlər açılır, o səbəbdən məcburam mən də açım, məlumunuz olsun. Yəni ki, hüquq mühafizə orqanlarının içində xüsusi şəbəkə var ki, bunlar hələ də müxalifətə işləyir və yaxud da ki, kimlərəsə işləyir. Bu qadın Rəsul Quliyevin bir nömrəli adamıdır. Anası da özüdür. Deməli, bunlar mənə də təklif eləmişlər ki, aeroporta çıxmaq lazımdır, qonşuları qızışdırırlar. Ki, qarşılamaq lazımdır, o çox yaxşı adamdır, o gələcək prezident olacaq. Bunun evinə, bunların evi qərargah idi. Demək olar ki, müxalifətçilər hamısı, Rəhim Qaziyev, nə bilim, Əli Kərimdir, bunlar hamısı burada yoxsurlar. İndi bu vəkil idisə, bəs bu axı dövlət, onun qızı dövlətdə müstəntiq idi. Bunun evinə o müxalifətçilər yığışmamalı idi. Belə söhbətlər qərargah idi də, demək olar ki. Mən sahə müvəkkili var idi, Nizami Paşayev. Ona dedim ki, bəs belə adamlar gəlir. Özüm də yeni Azərbaycançı idim. 2000-ci ildə müəllimə işləmişəm, 35 saylı. Orada mənə qəbul eləmişlər. Heydər Əliyevçiyəm. Heydər Əliyevi ürəkdən də çox istəyirəm. Biz onu gözəl insan kimi tanıyırıq. Aha. Deməli, bu qadın haqqında məlumat verdim ki, bəs belə bizim həyətimizə çoxlu adamlar gəlir, müxalifətçilər, orada nəsə narahatçılıq var da, mən xoşum gəlmir. Deməli, bu heç reaksiya vermək əvəzinə, tədbir görmək əvəzinə bunlar ikisi birləşdilər. Umara Nağızadə ilə Nizami Paşayev, hətta getdi məhkəmədə, Nizami Paşayev mənim üzümə də durdu şahid kimi, halbuki polisdən şahid olmur. Bunlar mənim haqqımda cinayətçi qaldırdılar, başladılar məni şərləməyə, kimi üzümə qoyurdular. Həmin məhəllədə kirayədə qalan Gəncədən Qaraçı əsilli Mətanət adlı qızı. Hansı ki, o Mətanət, o Umara Nağızadənin qulluqçusu işləyirdi evində. Umara Nağızadə deməli, öz evinə, xalasını, nə bilim, şoferini, sürücüsünü, 5 dənə şahidi öz evindən qoymuşdu, təsəvvür edin. Deməli, Nəsim rayon polis idarəsində müstəntiq Tofiq Nəbiyev bu işə baxırdı. Hətta mənə təzyiq də elədi. Mən körpə uşaqla 6 yaşında oğlumla getmişdim. Çağırmışdı məni. Mənə təzyiq də eləyirdi. Çox nalayiq hərəkətlər eləyirdi. Yəni nalayiq budur ki, səviyyəsiz danışıqlar falan zat. Mən dedim ki, mən sizə şikayət edəcəm. Deməli, mən şikayət eləmədiyim yer qalmadı ki,